İndi isə daha ətraflı. Bugün AFFA'nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə əsas məsələ millinin yeni baş məşqçisinin təsdiqlənməsi olub. AFFA'nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olundu. O cümlədən əsas milli komandanın yeni baş məşqçisinin adı dəqiqləşib. Bu, Robert Prasniçki olacaq. Bundan başqa 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippertin istifaya göndərilməsi qərarı alınıb. İclasda müzakirə edilən daha bir məsələ Məşqçilər Komitəsinin yaradılması təsdiqlənməsi olub. Sözü gedən komitənin rəhbəri millinin sabiq baş məşqçisi Vaqif Sadıqov təyin olunub. Komitədə onunla yanaşı təcrübəli mütəxəssislərimizdən Ağa Səlim Mirzavadov, Böyükağa Hacıyev və Şahin Diniyev olacaq. Daha sonra Robert Prasniçki ictimaiyyətə təqdim olunub. Mətbuat konferansında əvvəlcə AFFA'nın prezidenti Rövnəq Abdullayev fikirlərini səsləndirib. Qurumun rəhbəri yeni baş məşqçisinin qarşısına ciddi hədəflər qoyulduğunu bildirib. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi idmana da göstərdiyi diqqət sayəsində Azərbaycanda böyük yarışlar keçirilir. Məhz bunun nəticəsidir ki, 2020-ci il Avropa çempionatının 4 oyunu Bakıda təşkil olunacaq. Buna görə də əsas məqsədlərdən biri milli komandamızın həmin turnirdə iştirak etməsidir.